İdmançı maksimal qaçış sürətinin neçə faizini əldə etdikdə start sürətlənməsi başa çatır? 90-95. Qəşəng. Qaçışın sürəti nədən asılıdır? Addımın tempindən və tezliyindən. Qısa məsafəyə qaçışlarda yolun əsas hissəsini nə təşkil edir? Məsafə boyu qaçış. Məsafə boyu qaçışdır. Məsafənin uğurlu qət edilməsi üçün xüsusi əhəmiyyət daşıyan faza nədir? Finiş etmə. Finiş etmədir. Çanaq çiynindən bir qədər yuxarıya qaldırılır. Faz start edən idmançı yarışdan kənarlaşdırılır. Bəli. Bəli. Qıçları sinəyə çəkərək qruplaşmaq. Enmə. Erinmədir. Təkan hansı ayaqla icra olunurdu? Güclü. Güclü ayaqla. Uğurlu yerə enmək üçün zəmin yaradan faza hansıdır? Təkan. Uğurlu yerə enmək üçün. Uçuş. Fazasıdır. Bəli. Tullanmadan nəticənin daha uğurlu olması bilavasitə bu fazanın düzgün icrasından asılıdır. Təkanla. Uçuşdan. Yerənmə. Yerənmə, bəli. Uğurlu qət olma. Arxaya açdan axı uğurlu olmur bu. Ona görə Düzgün cümlə deyil. Hansı? Bayaq verdim. Xeyr. Bax, yerə enmək üçün zəmin yaradan faza uçuşdur. Yerə enməyə zəmin yaradacam. Bu uçuşdur. Amma nəticənin uğurlu qət edilməsi, nəticənin daha uğurlu olması bilavasitə bu fazanın düzgün icrasından asılıdır. Bu yerə enmədir. Və qaçışda hansı idi? Dedirik, üç Aha, cümlə idi. hə, qaçışda. Daha uzaq məsafəyə tullanmaq üçün maksimal qaçış sürətinə nail olmaq lazımdır. Hə, daha uzun. Bəli. Aha. Sonra gəldik nəyə? Təkan dedik hansı ayaqla icra olunacaqdı müəllim? Güclü. Aha. Addımlama üsulu ilə qaçaraq hündürlüyə tullanmanın addımlama üsulunda addım neçə metrdir? Neçə addım arası dəyişir? Aşmada daha doğrusu. Bilməyəcəm onu. Baxmamışam. 5-9. 5-9, bəli. Sonra gəldik nəyə? 4/100-dəki ötürmə dəhlizin. 3. Hepatlon neçə növçülükdür? 7. Qəşəng, hepatlon 7 növçülükdür. Atmalar xüsusiyyətinə görə neçə cür olurdu? Fırlanaraq yerindən 11. Yox, xüsusiyyəti. Bilmirəm, sən süzməyən. Atmalar xüsusiyyətinə görə, bəli, süzən və süzməyən olurdu. Bəli. Atmalar icra olunma üsullarına görə neçə formada olur? Xətti, qaçaraq, fırlanaraq. Qəşəng, xəttidir, qaçaraqdır, bir də fırlanaraqdır. Bu da bunun icra olunma üsullarıdır, müəllim. Sonra, tullanmanın ən səmərəlisi hansıdır? Qaçaraq hündürlük. Föys bari flupdur. Nəticə ən çox hansında qeyd alınırdı? Föys bari flupda alınırdı. Sonra 4/100 estafet qaçışında startla finiş üst-üstə düşmür. 4/100-də düşür. Düşürdü. Aha, 4/400-də zolaq öz təsir qüvvəsini nə zaman itirirdi? 500 metrdə. Qısa məsafəyə qaçışların fazaları hansılardır? Start sürətlənməsi, məsafə boyu qaçış, finiş etmə. Qəşəng. Gövdənin irəliyə əyilməsi cüzidir. Məsafə boyu. Qaçış addımının uzunluğu təxminən eynidir. Sürətlənmə. Ayaqların